Qərb xəbər təşəbbüs inkişafın təməlidir. Aşağı Öysüzlü Tovuzun ən qədim kəndlərindən biridir. Çox təəssüflə deyə bilərik ki, şəhid Araz Hüseynovun adını daşıyan tam orta məktəbdə tarixin qalıqları özünü lap açıq-aşkar şəkildə göstərir. Siniflərə daxil olduqda keçmişə geri dönüş edirsən sanki. İkinci sinif şagirdlərinin təhsil aldığı otağa baxaq. Xanlıqlar dövründən qalan bu tikili necə var eyni ilə qalmaqdadır. Başımıza torpaq tökülür, bura tozludur, ayağımızı yürüyəndə nəfəsimizə toz gelir, xəstələnə bilərik. Mən məktəbimizin təmir olmasını istəyirəm. Yəni. Biz öz məktəbimizdə təhsil almaq istəyirik, başqa məktəblərə getmək istəmirik. Məktəbimizdə şərait çox pisdir. Tavanı, divarları hər an uçmaq təhlükəsində olan bu təhsil ocağında 337 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. Respublika səviyyəsində hər il yüksək balla ali məktəblərə qəbul məhz bu məktəbdəndir. İdman zalı, aks zalı, bufet, hətta ayaq yolunun belə olmaması yaşadığımız 21-ci əsrə nə dərəcədə yaraşır? Normal şəraitin olmaması müasir metodla dərsin keçirilməsini mümkünsüz edir. Ən gözəl yəni təhsil vermək istəyirik uşaqlara. İdman zalı yox, musiqi otaqları yox. Tam təmirsizdir, faciə. O sinif otaqlarımız bu gündədir. Yəni natəmizlikdir. Bu virusun olan bir dövründə də yəni biz də istəyirik yaxşı məktəbdə təhsil alsın uşaqlarımız. Əsas odur ki, kurikulumu biz burada icra edə bilmirik. Qızğın Tovuz döyüşlərində belə doğma kəndindən bir addım geri çəkilməyən aşağı Öysüzlülər indi övladlarının olduqca bərbad vəziyyətdə olan binada təhsil almasından narahatdır. Mövcud vəziyyət valideynləri uşaqlarını digər kənd məktəblərinə köçürməyə vadar edir. Nə olar ki, biz də Sərhəd rayonundayıq. Bizim də uşaqlarımız sevinər ki, gözəl bir binada yaşayarlar, müəllimlərinlə deyib gülə-gülə təhsil alalar. Ancaq vallah bunu eləmirlər. Dəfələrlə burada çəkilişlər olur. Bizim deputatlarımız deputat seçilən vaxtları gəlir bizi hamiyə deyir ki, bizə səs verin. Ancaq səs veririk biz. Bizə heç bir şərait yaratmır. Gəh deyir ki, məktəb tikəcəm, gəh deyir kəndinizə su çəkişəcəm, yol çəkəcəm, heç birini eləmir. Biz əlimiz Allahdadır ki, zəlzələ olmasın. Çox bərbad gündədir, çıxıb çəkə bilərsiniz. Bir məktəbin ki, aksalı yoxdur, bir məktəbin bufeti yoxdur, bir məktəbdə bir uşaq yağış yağanda bir yerə dal deyilənməyə yeri yoxdur, nə stadion yoxdur, nə mərfətli bir şəhəri yoxdur, şərait özünüz nə tər lazımdır çəkə də bilərsiniz, baxa da bilərsiniz. Çox xahiş edirik ki, bizim məktəbimiz yenidən tikilsin. Məktəbin 3 korpusu var ki, bunlardan ikisinin tikilmə tarixi ta xanlıqlar, bəyliklər dövrünə gelib çıxır. Müəllim valideyn heyəti aidiyyəti orqanları dəfələrlə təhlükəli vəziyyətlə əlaqədar xəbərdar etsə də, bugünədək hər hansı bir addım atılmayıb. Məktəbimiz qəzalı vəziyyətdədir. Biz məktəbimiz avadanlıqlarla tam təmin olunmuyub. Ona görə də şagirdlərə müasir tələbatı ödəyən təhsili çatdıra bilmirik. Aidiyyəti qurumlara dəfələrlə müraciət eləmişik və bu qurumlar gəlib məktəbin vəziyyətindən tanış olublar. Söz verilib, amma hələ heç bir nəticəni biz görmürük. Binanın nə zaman əsaslı təmir olunacağı ilə bağlı biz də Təhsil Nazirliyindən konkret vaxt öyrənmək istədik. Tovuz rayon təhsil şöbəsinin rəsmisinin cavabı isə belə oldu. Layihəyə salınıbdır inkişaf proqramına. İndi onu biz də heç nə deyə bilmərik axı. Biz deyə bilmərik ki, tutaq ki, 3 aydan sonra tikiləcək, 22-ci ildə tikiləcək və yaxud da 23-cü ildə tikiləcək. Bu haqda biz məlumat deyə bilmərik. Bu cür məktəblər Tovuz rayonunda çoxdur. Hamısı birdən-birə tikilmir ki onu. Sözügedən təhsil ocağında qəzalı vəziyyət hər gün daha da artır. İstismara yararsız olan binada şagirdlərin və müəllimlərin həyatı təhlükədədir. Təhsil millətin gələcəyidir. Ümid eləyək ki, səlahiyyətli orqanlar millətin gələcəyinə biganə qalmayacaq, verilən vədlər yubanmadan əmələ keçəcək. Qərb xəbər olaraq binanın taleyini nəzərdə saxlayacağıq. Qeyd eləyək ki, Vətən müharibəsində xüsusi şücaət sərgiləyən Aşağı Öysüzlü kəndi çoxsaylı şəhid verib. Unutmayaq, gələcəyin əskərlərinin yolu bu məktəbdən keçir. Aymir İsmail qızı, Royal İslam, Qərb xəbər.